Bəzi qadınlarda orqazm sırasında bir maye, bir fışkırma olur. Qadınlar belə bilirlər ki, o sırada silik qaçırdılar və o fışkıran yüksek təzyiqli axımdan gələn maye, yəni qadınlara belə bir şey xas olmadığı üçün onlar narahat edir. Kişilərdə boşalmada temizdən sperma gələr, bu plastik bir boşalma göstərsin, amma qadınlarda orqazm sırasında çox vaxt gözlə görülən bir şey olur. Ona görə çox sual gəlir ki, bu gələn maye nədir? Onunla əlaqəli məqalələr var, PubMed-də. Tərkibi mayenin vaginanın daxilində vəzlər var ki, onlar müəyyən mayelər seçilir edirlər. Cinsel əlaqə sırasında vaginadakı sürtünməni azaltmaq üçündür. Amma adəsə 30% nisbətində də silik qarışmış olur. Yəni o mayenin tərkibini araşdıranda laboratoriyada elmi araşdırmalar onu göstərir. Yəni 30% silik qarışıq olan və digəri də vaginanın içindəki vəzlərdən, çıxan mayelərdən fışkırma tərzində bir orqazm hadisəsi baş verir. Bu qadınların arası 15-20%'de olur. Bu xoşbəxtlik kimi yoxsa bədbəxtlik kimi demək olmaz. Çünki bəzi qadınlar bundan utanırlar. Bəzi qadınlar tam tərzində bu şəkildə orqazm olduqları üçün çox daha şiddətli orqazm hiss edirlər. Ona görə biraz daha subyektiv bir şeydir.